Bakı Expo mərkəzində isə təhsil və karyera sərgisi keçirilir. Sərgidə 16 ölkədən 124 müəssisə iştirak edir, ziyarətçilərin sayı isə yüzlərlədir. Sərginin ekspozisiyasına 75-dən çox pullu və pulsuz fakültə, ən maraqlı ixtisaslar üzrə tədris proqramları və kurslar təşkil edir. İştirakçılar arasında Birləşmiş Ştatlar, Rusiya, Latviya, Litva, Niderland, Polşa, Türkiyə, İsveçrə, Macaristan və digər ölkələrin aparıcı ali təhsil müəssisələri də var. Təhsil və karyera sərgisi olsa da özü üçün iş axtaran gənclər bugünkü sərgidən narazı qaldılar. Səbəb işə götürən şirkətlərin sayının çox az olmasıydı. Gəlməmişdən öncə düşünürdüm ki, burada çox miqdarda şirkətlərlə təmsil olacaq da sərgidə, amma heç gözlədiyim deyil. 2-3 dənə şirkət var, başqa heç bir iş üçün təkliflər yoxdur. Daha çox olsun, insanlar da bura gələndə rahat iş yeri tapa bilsinlər, özlərinin gələcəyini təmin edə bilsinlər. Say olaraq çox az sayda şirkət var, ona görə də qane eləmir təbii ki. Daha çox təhsilə üstünlük veriblər burada və biz məcbur oluruq barmaqla sayılacaq qədər 3 və ya 4 şirkətin stendinə yaxınlaşıb onlardan bir məlumat əldə eləməyə. Sərgiyə universitetlərdən əlavə digər təhsil hazırlıq müəssisələri də qatılıb. Yüksək keyfiyyətli və qarantiyalı təhsil verən SELT təhsil müəssisəsi hər ingilis dili pilləsinə görə 3 ay zəmanət verir. Təyin olunmuş müddətdə tələbə lazım olan pilləyə çatmadıqda şirkət tərəfindən ödənişsiz dərslər keçirilir. Bundan başqa müəssisə Cambridge imtahanlarına hazırlaşdırmaqla beynəlxalq sertifikat verir və tələbələr bu imtahanlarla istənilən yerdə oxuya bilərlər. Yenilərimizdən bu ildə birincisi nədir? Biz Cambridge Universitetinin İngilis departamenti var. Oranın rəsmi hazırlıq və imtahan mərkəzi oldu. Bu bizim tələbələrə nə verir? İlk öncə onu verir ki, artıq bizim kursu keçəndən sonra bizə tutan C1 sertifikatı əldə edəndən sonra IELTS, TOEFL kimi sertifikatlara da ehtiyac yoxdur. Yəni bu sertifikatla birbaşa xaricdə universitetlərə qəbul olmaq olar. Sərgi oktyabrın 11-nədək davam edəcək. Ayten İmanova, İlham Abbasov, Carçı.